Naxçıvan Protez Ortopedik Bərpa Mərkəzində hər bir protez mütəxəssislərin nəzarəti altında dəqiqlik, peşəkarlıq və qayğı ilə hazırlanır. İlk mərhələdə pasiyentin ehtiyacları və anatomik xüsusiyyətləri nəzərə alınaraq fərdi ölçülər götürülür. Bu ölçülər əsasında xüsusi qəlib hazırlanır və gələcək protezin əsas forması müəyyənləşdirilir. Hazırlanan protez pasiyentə təqdim olunur və uyğunlaşdırma mərhələsi həyata keçirilir. Son tənzimləmələr aparılır və pasiyentə ilkin istifadə üzrə təlim verilir. Müvafiq kateqoriyadan olan və əlilliyi müəyyən olunan şəxslər göstərilən xidmətlərdən ödənişsiz yararlana bilirlər.